Məktəb illərində sevə-sevə alıb yediyimiz o ləzzətli südlü korjikləri bugün sizlər üçün hazırlayıram. Ev temperaturunda tam yumuşalmış 100 qram kərə yağı götürürük, üzərinə 200 qram şəkər tozu və bir paket də vanil əlavə edirik. Bunları çəngəllə yaxşı-yaxşı krem halına gələnə qədər qarışdırırıq. İstəsəniz mikserlə də qarışdıra bilərsiniz. Yağla şəkər tozu tam qarışdıqdan sonra bura 100 ml ev temperaturunda olan süd əlavə edirik. Südlə də birlikdə bunları qarışdırırıq və üzərinə bir ədəd ağlı sarlı yumurta əlavə edirik və yumurta ilə də birlikdə bir qədər qarışdırdıqdan sonra 380 qram unu hissə-hissə üzərinə əlavə edirik. Undan bir qədərini əlavə etdikdən sonra çay qaşığının 1/3 qədər soda əlavə edirik. 1 çay qaşığı, yəni 5 qram qabartma tozu əlavə edirik və bunları öncə spatula vasitəsilə qarışdırırıq. Daha sonra isə xəmirimizi əlimizlə yoğururuq. Yumşaq və ələ yapışmayan bir xəmir olur. Xəmiri yoğurduqdan sonra mütləq üzərini bir salafanla örtüb soyuducunun buzluq olmayan adi gözündə 30 dəqiqə müddətində gözlədirik. Yenə də qeyd edirəm, xəmir yumşaq, ələ yapışmayan bir xəmir olmalıdır. Xəmiri 30 dəqiqə soyuducuda gözlətdikdən sonra götürürük masanın üzərinə, biraz un səpirik. Xəmirin üzərinə də çox az səpə bilərsiniz. 1 sm qalınlığında yayırıq. Eni 7 sm olan forma ilə kəsirik və xəmirin kənar hissələrindən qalan xəmirləri yenə də ovcumuzun içərisində toparlayırıq. Onları da kündələyib, xəmir bitənə qədər bu üsulla hamısını yayıb kəsirik. Çalışın çox nazik yaymayın ki, bişərkən yumşaq alınsınlar. Və bu reseptlə məndə 17 ədəd korjik alındı. Hamısını hazırladıqdan sonra bir ədəd yumurtanın sarısına 1 çay qaşığı duru yağ əlavə edib qarışdırırıq, üzərlərinə çəkirik. Çəngəllə üzərlərinə bəzək vurub sobanı da öncədən yandırırıq. Mən konveksiya rejimində 180 dərəcədə 20-25 dəqiqə müddətində bişirdim. Konveksiyasız isə 200 dərəcədə bişirə bilərsiniz. Tam 20-25 dəqiqə müddətində qızarınca bişirib götürürük. Və budur, korjiklərimiz bişib hazır oldular. Həm çox gözəl alınıblar, yumşaq, dadlı, bir sözlə möhtəşəm korjiklərdir. Hazırlaması çox asan və sadə ərzaqlarla başa gələn bir reseptdir. Hazırlayan hər kəsə nuş olsun. Göz haqqınızı halal edin. Uşaqlar üçün mütləq bu korjiklərdən hazırlayın. Sağ olun, salamat qalın.